Yaxşı. Bir daha burada sual verəm. İndi tamamını ayrı keçirir. Bu qədər pul, nə qədər pul qazandığını təsəvvür edəmizdir. Sual budur. Xoşbəxt olacaqsan. Bu qədər pul qazandın. Biraz sizə bundan danışdım. Karyeranı danışdım. Gördünüz ki, hansı bir yol tuta bilərəm, hansı pulları qazana bilərəm, Allah özləyir. Biraz xoşbəxtlik formulunu danışdım. Bizi satılan xoşbəxtlik formulu nədir? İş həyatından, ailə həyatının arasında balans qurmağa çalış. Elə ki, iş həyatına, ailə həyatına balans qura bildinsə, deməli, xoşbəxt insan olacaqsan. Mən sizə deyəm, olmayacaqsın. Bu bir yalandır sizə satılır. Tamam mı? Baxın, növbəti səhvimizə. Xoşbəxtlik olmaq üçün dostlar, formullarla X üstə gələk Y, bu şəxsi üzərindən deyirəm. Hansı bir kitabda bunu görməyəcəksiniz, yəni şəxsi həyatından deyirəm. X üstə gələk Y, üstə gələk Z bərabərdir xoşbəxtlik. X burada xoşbəxtlikdə nədir? Yəni, xoşbəxtliyin 3/1. Sevgi. Sənin həyatında sevgi olmalıdır. Bu, sənin valideyn sevgisi ola bilər. Bu, övladının sevgisi ola bilər. Bu, sənin dostluğun, rəfiqənin sevgisi ola bilər. Bu, sənin sevgili, həyat yoldaşının, sevgilinin sevgisi ola bilər. Fərqi yoxdur. Həyatında sevgi olmalıdır. Sevməlisən birini, sevilməlisən birini. Təkcə sevməklə və ya təkcə sevilməklə xoşbəxt olmayacaqsan. Mümkün deyil. Sevməlisən və sevilməlisən. Sevgi faktoru həyatında olanda 3/1 xoşbəxtsən. Bir, öz yeri. 2, həyatında bir iş olmalıdır. İş, məşğuliyyət, iş sahibi olmalısan. Bu ola bilər ki, qurduğun biznesdə bir sahibkar kimi, bu ola bilər ki, karyerandakı bir peşəkar kimi, mən filan həyatda filan işin peşəkarıyam. O işi görürəm. O işi görürəm hissi belə səni xoşbəxtlik qoyar. Ona görə həyatda bu ola bilər sənin hobbini, o bəxtəvər adamı ki, hobbini işə çevirir, profesional bir levelə gətirir, hobbisindən də pul qazanır. Və ya fərqi yoxdur. İstənə bir işdə olmasın, statusun olmalı, maaşın olmalıdır. Xoşbəxtliyin 3/2-si bununla tamamlanır. Sevgi olmalı həyatında və iş olmalıdır. İşsiz oldu, istər-istəməz xoşbəxtlik özünü küçbəsləyəcəksən. Üçüncü ki, bunu sizə heç kim öyrətmir, növbəti zəmin olmasa. Üçüncü, həyatın 3/1 nədir dostlar? Sən. Növbəti. Sən üzərində olmalıdır dostlar. Sən, sualı budur. Həyat 24 saat sənə həyat verir. Bu 24 saatın neçə saatı və neçə dəqiqəsində sən olursan, səni yaşayırsan. Çox az. Yuxudan durdun, valideynlə yaşayırsansa, sən övladsan sən deyilsən. Valideynin qabağında necə bir övlad kimi davranmazsa, elə davranırsan. Tələbələrlə, tələbə yoldaşınla evdə kirada qalsansa, tələbəsən sən, dostsan sən. O dostunla əsl sən deyilsən. Sən gəlsən universitetə oturmalı, durmalı, danışıb, özü aparmalı bir şey var. Tələbəsən sən, müəllimin qabağında tələbəsən sən əsl sən deyilsən. Ondan sonra başlayırsan iş həyatına. O mütəxəssissən sən əsl sən deyilsən, özünü bil. O ortama görə aparırsan. Buradakı sən də sən deyilsən. Hamınız belə oturmuşsunuz, seminardakı sənsən. Evdə belə oturursunuz. Yox, yaşasam sən nə vaxt sən olursan. Bütün dünya səndən heç nə istəməyəndə, sənin boğazına əli çəkəndə, o özünlə qaldığın an var. Özünsən, heç kim kənardan sənə baxmır. O anda sən nəylə məşğulsansa, bax, osan sən. O anda icra edildiyin fəaliyyətdəki sən əsl sənsin, özünsən, olduğun kimi sənə. Həyatda bax, bu səni yer versəniz, bu səni yaşasanız dostlar, o zaman özünüzü, ruhunuzu təmin olmuş hiss edəcəksiniz, xoşbəxt olacaqsınız. Bizim əvvəlki nəsil nə üzərine quruldu? İşimi görüm, ailəmi saxlayım və hər şey xoşbəxt olsun və olmur xoşbəxt. O baxır ki, problem, error haradadır? Anlamırlar. Niyə? Çünki bizdən əvvəlki insanların həyatında özləri yoxdur. Siz də o yola doğru sürüklər verirsiniz. 24 saatın ən azı 1 saatını həyatındakı insan belə, ailənin içində belə başa düşür ki, əgər biz bu 23 saat çöldə məşğul keçiribsə, 1 saat onu tək bırakmalıdır, özünü yaşamalıdır. Bitti. Öz köşən, öz ortamın, öz bedinin, özünü. Bu zaman siz özünüzü xoşbəxt hissedirsiniz. Okay? X, Y, Z. İşin olmalıdır, həyatında sevgi olmalıdır və sən olmalısan. Bu olmadan olmaz. Ona görə Allah eləməsin, sizin aileniz baş verir, elə adamlar da görürsünüz. İşdən gəlir, yoldaşı qaçır qabağını, uşaqları qaçır. Deyir ki, bir dayanın da bir nəfəs alın deyir. O nədən boğulur ruhu? Üzünü yaşamır, ona görə boğulur. İstər-istəməz. Karyerasının ən uğurlu nöqtəsində də o boğulur. Çünki
karyerasında ancaq işləyir, özünü yaşamır.